Yayımızı devam ettiririk. Taşkent'teki dünya çempionatından hal-hazırda Azərbaycan pəhlivanı Rəsul Çunayev mübarizəyə başlayacaq. 71 kilogram çəki dərəcəsində rəqibi prinsipial bir qarşılaşmada rəqib erməni güləşçisidir. Bəli, indiyənə qədər Azərbaycan güləşçiləri kifayət qədər erməni güləşçilərlə qarşılaşıblar müxtəlif arenalarda və təbii ki, bu qarşılaşmalarda daim qələbə qazanıblar Azərbaycan güləşçiləri. İnanaq ki, bu dəfə də Azərbaycan güləş məktəbinin yetirməsi qəhrəmanlıq göstərəcək və prinsipial qarşılaşmada erməni rəqibini məğlub edəcək, ona öz gücünü, ermənilərə öz gücünü göstərəcək. Beləliklə, qırmızı trikoda yarışacaq Rəsul Çunayev, Azərbaycan güləşçisi, əslən Balakən rayonundandır və hal-hazırda Rəsul Çunayev görüşə çox gözəl başlayır. Rəsul Çunayev artıq ilk saniyələrdən rəqibin boyundan yapışdı, onu yerə sərdi. Rəsul Çunayev artıq bəli, erməni güləşçisinin məşqçisi də çox məyusdur, gücünü gördü. Erməni güləşçisi Azərbaycan pəhlivanının, Azərbaycan oğlunun gücünü gördü və daha bir çevirmə fəndi, beləliklə təmiz qələbə və budur Rəsul Çunayev. Budur Azərbaycan güləşinin gücü, Azərbaycan pəhlivanının gücü və indi siz erməni güləşçisinin vəziyyətinə diqqət yetirin. Cəmi 23 saniyəyə Rəsul Çunayev erməni güləşçisinə qalib gəldi. Əhsən Rəsul Çunayev, əhsən Azərbaycan güləşçisi bir sıra beynəlxalq yarışların qalibi olmuşdu və bu da simvolik bir qələbə qeydi. Əskər yürüyüşü ilə qeyd etdi Rəsul Çunayev öz qələbəsini və bu qələbəsini bütün Azərbaycan xalqına həsr etdiyini bildirir. Təbriklər Rəsul Çunayev, Cəmşid Xeyrabadi milli komandamızın baş məşqçisi təbriklərini çatdırır. Rəsul Çunayev Azərbaycan Güləş Federasiyasının nümayəndələri bu qələbə münasibəti ilə, prinsipial qələbə münasibəti ilə təbrik edirlər Rəsul Çunayevi. Dərhal fikir verirsiniz elə. Daim Azərbaycan oğulları məhz prinsipial qarşılaşmalarda Azərbaycan